Hər kəs soruşur ki, Almaniyaya gəlmək üçün dil bilmək lazımdırmı? Almaniyaya gəlmək üçün bəxt lazımdır. Dil lazım deyil dostlar, bəxt lazımdır. Mən sizə belə deyim də, izah edeyim qoy. Almaniya dilsiz gəlsəz nə olacaq? 3 ssenari baş verə bilər. Birincisi, işveren sizə deyəcək ki, sən məni aldatdın, sən mənə dedin, sən dil bilirsən, sən işlə bilmirsən, kimsə yerə danışdı falan filan, sizi işdən çıxaracaq. İkinci nə ola bilər? İkinci işveren sizə deyə bilər ki, bəs, okey, qəbulumdur, qal işdə, mənə işçi lazımdır zaten, dil bilməsən də problem yoxdur, qal işdə. Üçüncü də o ola bilər ki, işveren sizi işdən çıxaracaq, gələcəksiniz özünüz üçün başqa bir yer tapacaqsınız, həmin o insandan işləyəcəksiniz. O da sizə eləncə qəbul edəcək, dillə falan, yəni problem eləməyəcək, qəbul edəcək. Başqa nə ola bilər? Dil sizə harda lazımdır? Bax, Ausbildingdən gəlirsinizsə, siz məktəbə gedəcəksinizsə, oxuyacaqsınızsa, başa düşmək üçün sizə mütləq dil lazımdır. Yox, əgər siz iş vizasına gələcəksinizsə, iş vizası ilə dil bilmək o qədər də yəni belə vacib bir şey deyil burada. Əgər sən həmin o işdə dilivi çox istifadə eləmirsənsə, məsələn, McDonald's-da dil istifadə eləmirsiniz. Açıq deyək də, yəni burada heç bir gizli bir şey yoxdur. McDonald's-da insana dil lazım deyil, işçi kimi gəlirsinizsə. Yəni bizim işdə bizə Makedoniyadan gələn o qədər insan var. Hamısı da sıfır dil biliyi ilə bizim işə gəlirlər. Bax, onlara niyə lazımdır? Lazım deyil. Ona görə də işveren onları olduğu kimi qəbul edir. Zaten ən aşağı maaş da yəni McDonald's olur da, bilirsin. Ən aşağı maaş verir. Deyir, mənə işçi lazımdır, gəl işlə. Hə, indi onlar gələndən sonra öyrənərlər, öyrənməzlər. Öz işlərini inanın ki, heç McDonald's ilə maraqlanmır belə. Yəni deyir ki, əsas odur ki, gəl, işçi olsun. Tək McDonald's yox, burada eləncə yerlər çoxdur. Qəbul edənlər, çağıranlar, bu Makedoniya, Balkan ərazilərindən daha çoxdur. Dil bilmədən gələnlər. Mən də düşünürəm ki, lap bizdən gələnlərə belə çox da elə sıxmırlar ki, dil bil. Əgər dil tələb eləmirsə, iş. Yəni, arxada işləyirsənsə, logistikadasansa, mal daşıyırsansa, sənin dilin kimə lazımdır? Məsəl üçün. Lazım olacağı, yəni, prosta ki, o işlərdə arxada işləyirsinizsə, yəni dil bilməsəz belə sizə deməyəcəklər ki, sən niyə dil bilmirsən, mallarla niyə danışmırsan? Məsəl üçün, heç kim sizə bunu deməyəcək. Çünki mallarla heç kim danışmır. Nəysə, amma siz təhsilə gəlirsinizsə, oxumağa gəlirsinizsə, hə, onda ayrı məsələ. Əgər ingilis dilindən gəlmirsinizsə, siz alman dilindən gəlirsinizsə, hə, onda sizə alman dili lazımdır. Çünki siz başa düşməlisiniz, işverənlə danışanda da onu başa düşməlisiniz, məktəbə gedəndə müəllimlərin dediklərini də başa düşməlisiniz, sizin notlarınız da yaxşı olmalıdır falan filan. Yəni bunlar var. Çünki siz imtahan verəcəksiniz, imtahana keçəcəksiniz. Amma o demək deyil ki, siz dil bilmədən də Ausbilding eləyə bilməzsiniz, eləyə bilərsiniz. Çünki mən sizə gördüyüm şeylərdən danışıram da. Bizdə məsələn o vaxtı bizim şirkətə Azərbaycanlı gəldi. Bizim şirkət Azərbaycanlı gəldi, dil biliyi yox idi. Dil biliyi olmadığına görə bizim müdür dedi ki, yəni istəmirəm də, çıx get. Amma tanıdığım biri var idi. Dil bilmədən falan kimsə yerinə falan danışmışdı. Gəldi, diş asistentliyinə gəlmişdi. Onun müdürü onu qəbul elədi. Hətta dil kursuna qoydu, dil kursuna gedir, işləyir. Yəni müdür onu əncə qəbul elədi. Dedi ki, mən səni yetişdirəcəm, sən mənə lazımsan, mənə işçi lazımdır. Şu bir də nədir? Qoyun, az pula işləyən. Mənim kimi məsələn. Biz qoyunuq, az pula işləyirik. Nədir? Burada qalmaq üçün. Buradan şikayətlənmirəm ha. Mən Ausbildingdən şikayətlənirəm ki, Ausbildingdə verilən pul həqiqətən çox azdır bizim işimizə görə. Çünki biz də onlar kimi eyni dərəcədə işləyirik. Sadəcə məktəb söhbəti var deyənə bizim bu qədər az maaş almamız biraz mənə uyğun gəlmir. Məsələn, olsaydı yaxşı ki, tam işlədiyimiz ayları tam maaşını alardıq. Məktəbə gedəndə çıxardı. Məsələn, o belə bir şey olsaydı çox əla olardı. Amma dediyim kimi, dil lazımdırmı? Bəxt lazımdır dostlar. Bəxtiniz varsa, bura gələcəksiniz, lap dil də bilməyəcəksiniz, işləyəcəksiniz, qalacaqsınız, lap vaxtınız sonunda dili də öyrənəcəksiniz. Yox, əgər bəxtiniz yoxdursa, inanın ki, dillə də gəlsəz, elə sizi geri də qaytararlar, işdən də çıxardanlar. Həqiqətən dediyim kimi, bəzən bəxt lazımdır. Bəzən risk eləmək lazımdır, düz bilmirsin nə baş verəcək.
Eğer pulun yoxdursa risk eləmə deməzdim. Çünki şirkətə o qədər pul verəcəksən, sonra da o pulun üstündə sul kəssən ki, dil bilmədim. Yəni başıma vurassan ki, gələ dili öyrənərdim, gələrdim. Məsləhətim odur ki, həmişə intervyu olsa belə özünüz danışın. Diliniz AK olsa belə özünüz danışın. Bəlkə işvərən elə sizin həvəsinizi görəcək. Görəcək nəsə çabalayırsınız, eləncini də olsa qəbul edəcək. Dili zəif də bilsəz qorxmayın, risk eləyin, işvərənlə özünüz danışın. Heç kimi yerinizə qoymayın danışsın. Özünüz danışsın. İşvərən zaten sizə eləncə qəbul eləsə, Petraqanını da göndərəcək, deyəcək ki, gəl. Mənim üçün problemi yoxdur. Yox, əgər görsəz işvərən nazqoz eləyir, dilinizdən nəsə xoşu gəlmir, ondan sonra başqa bir yer tapıb ora getmək daha məsləhət. Bu sual çoxlu gəlirdi, bəs dil lazımdır. Ümid edirəm ki, hər kəsə belə açıq oldu. Cavab, dil nəyə lazımdır, dil nəyə lazım deyil. Hər şey kimdən asılıdır, sizə işvərəndən asılıdır.